Salam əziz izləyicilər. Dünən baxırdım, səhv eləmirəmsə, CBC-nin rus versiyasını pultla eləyirdim. Gördüm, Fransadan danışırlar və indi biz Fransanın siyasətinin, Azərbaycana qarşı siyasətini biz də tənqid edirik. Amma görün, Makronu bizim CBC-nin rus versiyası bu ağıllılar nə ilə tənqid edirlər? Makronun İsrailə qarşı siyasəti ilə. Yəni, Makronun məhz İsrailə qarşı siyasəti, Fransanın məhz Fələstin siyasəti doğru siyasətdir. Ay CBC-nin baş bilənləri bu Makronu tənqid eləmə mövzu mu tapılmadı? Siz nə deyindi? İsrailin etdiyi cinayətlərə görə Fransa etiraz edirsə və buna görə əgər bunu Makron edirsə, bunu siz pisləməyə başlamısınız. Yəni ümumiyyətlə dini mənsubiyyətini qoyaq bu tərəfə. Bir normal insani bir cəhəti olan adamlar İsrailin etdiyini pisləməyidir. Yəni onu yaxşı demək qeyri-insan olmalısan ki, İsrailin Qüdsdə etdiyinə, Qazzada etdiyinə yaxşı deyə bilərsən. Buna qeyri-insan olmalı. Yəni heyvan olmalısan. Yəni bunu Makron yox, Paşinyan sabah durursa, İsraili pisləsə bunu dəstəkləməliyik biz. Deməli düz eləyirsən. Putin belə İsraili pisləsə, deməli dəstəkləməli, deməli düz mövqe. Çünki bu məsələdə ağ var ya qara var. Qara da İsraildə, ağ da Fələstindir. Və kim ağa dəstək versə, kimlə ilə asılı olmayaraq. Biz ona dəstək verməliyik. Ən az ona görə onu tənqid etməməliyik. Dəstək verməyik. Ən az ona görə onu tənqid etməməliyik. Yəni CBC nədir ki, bu İsrailin vəkili çıxır. Yəni bütün qeyri-müsəlman ölkələri belə, dinə aid olmayan belə insanlar İsrailə etiraz edirlər etdiklərinə. Çünki insani baxımdan bu vacibdir. Sizə nə olur? Bu, yəni bilirsiniz bu cılız bir güya Azərbaycan dövlətlər maraqlarını qorumaq üçün özünüzü biabır eləməyin. Yəni bu kənardan çox iyrənc görünür.